Mürvət müayinə şöbəsində işlərini qurtarıb şəfa ocağının geniş həyətinə çıxanda keyfi bala-bala duruldu. Təbiətdə də yeni ovqat yaranmışdı. Səhər açılandan bəri günəşlə gizlənpaç oynayan, gah narın yağış çiliyib, gah da uzaqlarda güruldayan qara-qura buludlar uzun ətəklərini çiçəkli döşlərdən, yal yamaclardan dəstələmişdi. Cəngə-cəngə olub mavi səmanın uzaq ənginliklərinə çəkilmişdi. Həmişə bu vaxtlar şaxıyan, hər şeyi qarsayan alovlu dağ günəşinin dözülməz hərarəti də indi bir elə duyulmurdu. Kişnərtili, hay-haraylı buludlar sanki onun da üstünə sərin su səpib hovunu almışdı. Mürvət bu xoşagəlim havada bir saata qədər gəzindi. Korpuslar arasında vurnuxan xəstələrdən xeyli aralıda, tək tənha var-gəl etdi. Sonra da çay qırağına indi. Şırıl-şırıl axan yosunlu, mamırlı sal qayalar, selikli, sürüşkən daşlar üstündən aşıb köpüklənən mavi çalarlı suların tamaşasına durdu. Çayın o tayında, xeyli hündür, çopurlamış daşın çökəyində gömgöy, belinin üstü xal-xal bir dağ qurbağası da dikəlib ona boylanırdı. Şişkin, dumağ boğazının altı üfürlə-üfürlə Mürvəti marıtlamışdı. Yəqin ki, ağlı ondan bir şey kəsmədi. Bir ağız quruldayıb suya tullandı. Mürvət tappıldıya azacıq diksindi. Dibi apaydın görünən suda şütüyüb qeybə çəkilən qurbağanın ardınca çox sakit baxdı. Və su istiqamətində gözləri də axdı. Yuxusu gəldi. Meylindən çarpayda uzanıb 1-2 saat yaxşıca dincəlmək keçdi. Ötən gecə də gərgin nigarançılıq içində qovrulmuşdu. İndi əmin arxayın yata bilərdi. Canından, zehnindən bütün əsəb süstlükləri sıfqar alınmışdı. Heç nədən intizarı qalmamışdı. Yatağına uzansaydı, həmin andaca daş kimi uyuyardı. Kipriklərindən mürgü sallana-sallana durub otağa qayıtdı. Şair içərdə idi. Çarpayısına üzü üstə döşənib, şagird dəftərdə nəsə yazırdı. Qapının açılıb örtülməsinə əhəmiyyət vermədi. Mürvət bir istədi geri dönsün, ona mane olmasın. Amma mürgü amanını qırmışdı. Ədəb ərkən saxlamağa bacarmadı. Özünü güclə yatağına yetirdi. Ayaqqabılarını soyunub uzanmağa hazırlaşırdı ki, qəşəm qeyrət qəribə şadyanalıqla ona sarı çevrildi. Hə, gəlib çıxdın? Gəldim. Mürvət həvəssiz dilləndi. Bağışla, deyəsən mane oldum. Yox, mane olmursan, işimi qurtarmışam. Şair qılçalarını altına yığıb, çarpayda əməlli başlı bardaş qurdu. Yazılı bir vərəqi dəftərdən cırıb, başı üzərində kiçik bayraq kimi yellədi. Təzə şeir yazmışam. Bayaqdan səni gözləyirdim ki, oxuyum. Nə barədədir? Veysəlzadə cənablarını qələm almışam. Tərifdir? Yox bir. Qəşəm qeyrət qeyzləndi. Dilin nırçıllatdı. Yuxuda görər o tərifi. Həca yazıb dədəsini dalına şəlləmişəm. Mürvət yatağına uzanıb kipriklərini qapadı. Mürgülü-mürgülü dilləndi. Əcəb eləyibsən. Əcəb yox, lap müstəcəb eləmişəm. Qəşəm qeyrət gürrələndi. Gözlərini yumma, fikrin məndə olsun. Hələ bir yaxşı-yaxşı qulaq as gör, adamın atasını necə yandırırlar. Mürvət can dərdi. Oxuyun, qulaq asıram, dedi. Şair kağızı sol əlində tutub, sağ əlini bərk-bərk düydü. Çiyini bərabərində yırğalaya-yırğalaya gər səsinə güc verdi. Amənə lağ edən uğraş. Buyur, hel qarnından danış. Çərənləmə hərzə hədiyan. Məna, mətləb bir qan, danış. Susuz düzdə qanqal bitər. Yanqır olmaz səndən betər. İt hürər, karvanlar ötər. Canın çıxsın, hayyan, danış. Mən qəşəməm, qeyrətim var. Xalq içində hörmətim var. Həcv yazan cürətim var. De get, belə filan, danış. Hə, necədir? Döşünə yatdı? Pis deyil. Qəşəm qeyrət əməllicə incidi. Üz gözü turşudu. Pis deyil nə sözdür? De ki, əladır. Sözə xəsislik eləməzlər. Borcu xərcə düşmürsən ki. Bizim bəzi yekəxana tənqidçilər kimi ağzından kirə istəmə. Tərifi tərif abrında söylə. Mürvət dilxor oldu. Bu yenə şəhbə xeyir yapışdı yaxamdan. Aman verməyəcək gözümün acısını alım, deyə fikirləşib şairi başdan eləməyə çalışdı. Bağışla, mən sənə əvvəlcədən bildirmişdim ki, şeirdən başım çıxmır. Onun sərrafı deyiləm. Qəşəm qeyrət Mürvəti gözaltı süzüb birdən qımışdı. Ayrı söhbətə keçdi. Həkim yanında olubsan? Qeydiyyatçı qızlar yenə səni soruşurdular. Olmuşam,
İndi elə oradan gəlirəm. Nə dedi həkimin? Müayinən nə göstərdi? Şükür, yaxşı ötüşdüm. Elə bir ciddi əngəlim tapılmadı. Deyirəm də, nəsə var səndə. Mənim gözümdən heç nə yayınmır. Qəşəm Qeyrət əlini əlinə sürtdü. Müayinədən salamat çıxmağın özü elə ən böyük sevincdir. Səndən yaxşı bir qonaqlıq düşür. O asan məsələdir, qonaqlığa mən hazır. Doğru deyirsən? Qəşəm Qeyrət qulağını irəli tutdu. Düz sözündür, yoxsa elə belə dilinə gəldi dedin? Düz sözümdür. Mürvət ürəkdən təsdiqlədi. Eşq olsun sənə. Qəşəm Qeyrət nisyanı nəqd görüb şelləndi. İçmək həvəsi içəridə onu yavaş-yavaş dingillətdi. Bəbəkləri qeyri-adi bir ehtirasın odu ilə parıldadı. Belə isə, gəl bu işi sonraya saxlamayaq. Soğan olsun, nağd olsun. Gedək elə indi sənin sağlığına restoranda məzələnək. Danışlığı dostluğa çevirək. Mürvət buna da razılaşdı. Oldu, etiraz eləmirəm. Onda getdik. Qəşəm Qeyrət bircə sıçrayışla çarpaydan yerə atıldı. Ayaqqabılarını tələsik ayaqlarına taxdı. Daha bir dəqiqə də yubanmaq olmaz. Dəmiri isti-isti döyərlər. Mürvət qımıllanmadı. Gözləri yumulu-yumulu, bu gün yox, dedi. Ayrı vaxt gedərik. Ölmə eşşəyim, ölmə. Yaz gələr, yonca bitər. Qəşəm Qeyrət açıq narazılığa keçdi. Gözümdən düşdün, sən öl. Mən səni sözünə bütöv bir kişi bilirdim. Hayf mənim zəndimə. Mürvət incimədi. Sidqürəklə dedi. Sən eşit məni, şair qardaş. Ürəyinə ayrı şey gətirmə. İcazə ver, bu gün əməlli başlı dincəlim. Lap sabahdan, günün hansı vədəsi istəsən gedək, keyfin istəyən məzələnək. Sənin qonaqlığın qaldı qumcu ərinə. Şair üzünü yana çevirib danışdı. Sabahın da öz əngəlləri olacaq. Müalicələrin başlayacaq. Pəhrizə keçəcəksən. Deməli bizimki dönüb oldu, xəsisin tamaşaçıları aldatması. Mürvətin inadı sıyıldı. Doğrudan da sabahın öz qayğıları vardı. Hər şeydən öncə qarşısında İnci müəllimə ilə münasibətini qaydaya salmaq. Bütün vaxtını bu vacib məsələyə həsr etmək dururdu. Şairin dili altında qalmamaq üçün ən uyğamlı vaxt elə indi idi. Uzanıb dincəlməsə də olardı. Onsuz da mürgüsü, şairin kəramətindən pərən-pərən düşüb dağılmışdı. Dincəlmək qalsın sonraya. Gedib şairlə İncinin sağlığına, onunla gələcək görüşlərimizin şərəfinə 1-200 şərab vuraq. Keyfim biraz da açılar. Qayıdıb daha rahat yataram, düşündü. Yaxşı, gedək. Mürvət qalxıb şairin qoluna girdi. Ancaq bir şərtlə. Mən çox içməyəcəm. Orada gərək üz vurmayasan. Onu özün bilərsən. Qəşəm Qeyrət çək çevirsiz razılaşdı. İçkiyə zor yoxdur. Kim nə qədər bacarır, o qədər içməlidir. Sən eləcə mənə yoldaşlıq elə. Kababxana dərənin dibində, qıcıltılı çayın bəri tərəfində, gədik dirsəyində yerləşirdi. Yay mövsümü üçün adi faner taxtalardan düzəldilmişdi. Yaxşı şəraiti, səliqə səhmanı yox idi. Bişirdikləri də bir kabab idi, bir də buğlama. Digər xörəkləri hazırlamağa nə şahidləri vardı, nə də sərişləri aşpazları. Digər ki, müştərilərə heç əski olmurdu. Xəstələrin yeganə keyf əyləncə yeri idi. Sanatoriyanın dadsız-duzsuz pəhriz yeməklərindən bezkəndə, mədə bağırsağı nisbətən sazlar, məzələnməyə meyilli cavanlar 2-3 gündən bir dəstə bağlayıb, burada məclis qurur. Ağızlarını təzə dada gətirirdilər. İri kömür közləri üstündə cız-hacız bişən kababların xoş ətri uzaqdan keçəni də yaxına çağırırdı. Kəçotu ətrinə bələnmiş bastırma kababı iyi, mürvətlə şairi də araldan vurdu. Addımları öz-özünə yeyinlədi. Lakin kababxanaya çatanda dilxorçuluqla əyləndilər. Hər ikisinin zəhləsi getdiyi Veys Veysəlzadənin gür səsi dərəni başına götürmüşdü. Qulbeçələrin şit, hayküylü hırıltıları çay qıcıltılarını eşidilməz etmişdi. Mürvət, ora getmək mənasızdır, dedi. Qulbeçələr bizi yenə küyləyəcəklər. Yeyib içdiyimizi burnumuzdan gətirəcəklər. Qəşəm Qeyrət ani tərəddüddən sonra, bəri gələşik, deyib Mürvəti zorla içəri dartdı. Cəhənnəm olsunlar qulbeçələrdə, o birisi də. Onlar var deyin, biz keyf çəkməməliyik. Məsələ də elə orasındadır ki, istədiyimiz keyfi çəkə bilməyəcəyik. Atmacalayacaqlar bizi, qanımız qaralacaq. Atmaca atarlar, paylarını da alarlar. Arxayın ol, söz altında qalmarıq. Onlara da elə bu lazımdır. Səni cırnadıb özündən çıxardacaqlar. Sonra da xısın-xısın gülüb ləzzət çəkəcəklər. Hələ bilmək olmaz ləzzəti kim çəkəcək. Sən lələşini yaxşı tanımırsan. Onlara bir ot yoldurum ki, adları da yadlarından çıxsın.
Şair əlini sinəsinə döyüb mürvətə göz vurdu. Elə yaxşıca fürsətdir. Yəqin ki, içəridə onlardan başqa da adamlar var. Dədəsi lap yanar. Mürvət şairin qələbə qazanacağına inanmasa da, alakönül razılaşdı. İçəri keçdilər. Veysəlzadənin dəstəsi kababxananın ən gözəgəlim, xudmani bir güşəsində qərar tutmuşdu. Qabaqları sür-sümüklərlə, boş şüşələrlə dolu idi. Özlərinin də sifətləri pörtmüşdü. Keyfə çoxdan başladıqları aydın bilinirdi. Yuxarı başda, üzü qapıya doğru qütəbbər əyləşmiş Veysəlzadənin qırğı gözləri şairi dərhal aldı. Oho, bir görün kim təşrif buyurub, mübarək qədəmləri ilə bizi kim yad eləyib. Durun, ehtiram göstərək mütəfəkkir şairimizə. Qəşəm Qeyrət qəddini şax tutdu. Əlini mürvətin çiyninə qoyub, 3 cərgə düzülmüş stolların arasından qürurla keçdi. Xeyli araldakı boş yerə yanaşıb, qulbeçələrin komasına bir tulamazlı tulladı. Ehtiram göstərənlərin özləri bir azacıq ehtirama layiq olmalıdır. Qulbeçələr incili bəyan etdilər. Mihrab, şair zayılladı, dedi. Zöhrab, beyni mayıfdı, söylədi. Zahid, ilan qabığını dəyişər, xasiyyətini dəyişməz, bildirdi. Şahid, qarğadan qırğı olmaz, ərz elədi. Əbu ayağa durub ciyillədi. Su axar, çuxurun tapar. Veysəlzadə için uğunaraq masanı taqqıllatdı. Qolbeçələrinə üzəvarı təpindi. Susun, beyvecilər. Mən açıqca görürəm. Siz hamınız bizim möhtərəm şairə həsəd aparırsınız. Ona paxıllığınız tutur. Bax, elə bu paxıllıqdır müsəlmanın evin yıxan. Əşşi, sizə nə var ki? Kişi mütəfəkkirdir, böyük hörmət izzət sahibidir. Oturun fas faraxat yerinizdə. Özünüzü aparıb tay eləməyin o cürə bir şəxsiyyətə. Qulbeçələr baş əyib, həmişəki növbə ilə dodaqaltı mızıldandılar. Biz şair yanında basbalaca qarışqıyıq. Kişi ağıl dəryasıdır. Özünə tay yenə özüdür. Allah pis nəzərdən saxlasın. Amin ya Rəbbim. Mürvət şairin qulağını sarı əyildi. Dur, üzü sulu gedək buradan, pıçılladı. Bunlar çox içiblər. Beyinləri qızıb. Heç bir söz kar eləyən deyil onlara. Qəşəm Qeyrət inadla başını buladı. Lövbərini ağır salıb daha da rahatlandı. Vecini alma. Sən sakitcə otur. Heç nəyə qarışma. Lazımı cavablarını özün verəcəm. Veysəlzadə söhbətin nədən getdiyini araldan duyub quşqun təklif elədi. Gedib uzaqda niyə əyləşdiniz? Buyurun, qonağımız olun. Bizə bura sərfəlidir. Qəşəm Qeyrət höcət cavab verdi. Veysəlzadə bərkindi. Şair söhbətinə böyük ehtiyacımız var. Xahiş edirəm, qoşulun bizə. Qəşəm Qeyrət xahişi qulaq ardına vurub süfrə xidmətçisini səslədi. Ay cavan oğlan, harda itib batdın? Gəl çıx da. Veysəlzadə dəvətini gerçəklətdi. Həqiqi sözümdür şair. Bayaqdan səni arzulayırdıq. Allah diləyimizi eşidib yolunu buradan salıb. Yoldaşını da götür, bəri gəl. Haçandır birlikdə çörək kəsmirik. Şair səndəlini acıqla yana sürütdü. Veysəlzadəyə arxasını çevirdi. Şairin bu hərəkəti Veysəlzadəyə toxundu. Hirsindən gərnəşdi. Könlündən keçdi ki, qulbeçələrinə hincim eləsin. Qəşəmin suyunu süzdürsün. Amma səbrini bastı. Hələ tez idi. Məqamı çatmamışdı. Məsxərə ilə, mən bir şeyə mat qalmışam, yoldaş şair, dedi. Baş açmıram, sən bizimlə niyə yola getmirsən? Axı, biz sənə həmişə mehriban münasibət bəsləyirik. Xətrini əziz tuturuq. Sənsə hər dəfə bir hoqqa çıxarırsan. Uşaq kimi hər sözdən inciyib burnunu sallayırsan. Heç yumor hissi zat yoxdur səndə. Zarafat anlamırsan. Zarafatı get, yorğan atda arvadınla elə. Mən zarafat yoldaşı deyiləm sənə. Bax, görürsənmi? Yenə çıxdın cızığından. O səhər diliyin altına biraz qənd əzib töksən, iynə sancaqsız danışsan olmaz? Xeyr, olmaz. Ne üçün? Biz bəyəm gözəl şair kəlamına layiq deyilik? Bəli, layiq deyilsiz. Qəşəm Qeyrət mükaliməsini kəskinlətdi. Mən daha tanımaq istəmirəm sizi. Axı, nə olub aramızda? Neynəmişik? Nə demişik ki, xətrinə dəyəm? İzahata lüzum yoxdur. Çox təəssüf. Veysəlzadə yalandan heyfsləndi. Bizim xalqımız öz şairlərini həmişə uca tutur. Onları dostluqda, yoldaşlıqda ən sadiq insanlar sayır. Sən bu qədər məxluq içində özünü üzü dönük, ipi qırıq göstərdin. İcazə ver, bunu ərköyünlük, bizə nas satmaq kimi qiymətləndirək. Qəşəm Qeyrət qəzəbdən tövşüdü. Qurtardıq, əl çəkin məndən. Nahaq, lap nahaq.
Veysəlzadə gözlərini qıydı. Bir neçə an fasilə verib şairə təzə tor qurdu. Könlümüzə yeni şeir dinləmək düşmüşdü. Bu kef üstündə yaxşı bir poetik nümunə eşitmək müştağındaydıq. Fikirləşirdik ki, möhtərəm şairimiz bizi yeni yaradıcılığı ilə tanış eləyər. Dinləyib həzz alarıq. Hərçənd ki, o gün dünya gözəlinin vəsfində etimadımızı doğrultmadı. Zəif bir şeirlə zövqümüzü körladı. Dedik, aradan xeyli vaxt keçib. Tənqidimizdən özü üçün nəticə çıxarmış olar. Amma çox xeyif. Qəşəm qeyrət tora tez düşdü. Qürrə. Doğrudur, təzə şeir yazmışam, dedi. Ancaq sizin könlünüzü şad edəcəyinə şübhəm var. Zəifdir, hə? Xeyr, lap əla şeirdir. Bəs onda könlümüzü nə üçün şad eləməsin? Onun üçün ki, həcvdir. Çox maraqlıdır. Veysəlzadənin tüklü qaşları tərəzi gözləri kimi qalxıb endi. Kimi həcvə tutmusan? Sən cənabı. Məni? Veysəlzadə özünü o yerə qoymadı. Tam laqeydliklə gülümsədi. Çox əcəb eləyibsən. Əliyin lap içindən gəlib. Oxu görək necədir? Şair qıcıqlandı. Bir an belə ləngimədən əlini pencəyinin qoltuq cibinə yetirdi. Mürvət masanın altından onun ayağını bastı. Göz qaşla başa salmağa çalışdı ki, oxumasın. İndi yeri deyil. Yaxşı nəticə verməyəcək. Lakin şair işarət anlamadı. Kababxanada kənar dinləyicilər də xeyli vardı. Şeiri çıxardıb, səsini boğazında qaynada ucadan oxudu. Kənar dinləyicilər pıçıldaşıb xısın-xısın gülüşdülər. Qulbeçələr dilxor baxışıb, dodaqaltı donqullandılar. Veysəlzadə heç kimin gözləmədiyi halda əl çaldı. Qəhqəhə çəkdi. Elə bir şeirin ona heç bir aidiyyəti yox idi. Haqq üçün balam, pis yazmayıbsan. Hər halda bulaq başında oxuduğun o kəllə suyu şeirindən biraz seçilir. Şair olmağına şairsən. Ancaq əfsus ki, duzun çox kəmdir. Qulbeçələr dərhal pıqqıllaşırlar. Şairə bir söz atdılar. Mehrab, o doğulanda yaddan çıxıb. Qüsul suyunda duz tökməyiblər, dedi. Zöhrab, hayf eləyib bu boyda kişini ömürlük duzsuz qoyublar, söylədi. Zahid, qaradabandı. Görünür duzun qıt əyyamında dünyaya göz açıb, ərz elədi. Şahid, təkcə duz qıtlığı olsaydı, dərd yarı idi. Kamal kasadlığında zühur eləyib, buyurdu. Əbu, həm də ilham qahır quhurluğunda, dedi və sonuncu sözü dodaqlarını əstirə zümzümə etdi. Məhrab, Zöhrab, Zahid, Şahid də ona qoşuldular. Kənar dinləyicilər qəş etdilər. Mürvət masa altından şairin ayağını bir də bastı. Pıçıltı ilə ona getməyi təkrar təklif etdi. Şair qulaq asmadı. Bütün vücudu əsə-əsə qulbeçələrə çımxırdı. Yuyulmamış qaşıq kimi nə atılıbsınız ortaya? Beşiniz birə dəyməzsiz. Biriniz də heçə. Veysəlzadə üzünü yavaş-yavaş bozartdı. Zarafatdan ciddiyyətə keçdi. Bura bax, şair həpənd. Sözü ağzında bişirib çıxart. Onların hər biri bir çətən külfət sahibidir. Nə haqla şəxsiyyətlərini təhqir edirsən? Qəşəmqeyrət siyirdiyi qılıncı qına qoymadı. Şəxsiyyətləri azmaz kişilikləri olsaydı, sənin çaldığın zurniyə bambıl kimi oynamazdılar, dedi. Başları çıxmayan yerə, burunlarını soxmazdılar. Ağır oturub batman gələrdilər. Veysəlzadənin kündə sifətinin bir tərəfindən əsəb cibildəşməsi sezildi. Səsi sərtləşdi. Dilini dilçəyində saxla, qəşəm qeyrət. Unutma ki, bu ötkəmliyin düşər-düşməzi var. Düşər-düşməzlikdə qorxutma məni. Şair üstünlük qazandığını zənn edib açıq hücuma keçdi. Hərbə zorba ilə adamları göz qıpıq eləmək, haqqı nahaqqa boğdurmaq sizin köhnə adətinizdir. Əlbəttə, Veysəlzadə yanıq verdi. Dəvənin boynu kimi düz buyurursan, şair həzrətləri. Amma onu yaddan çıxarırsan ki, cəmiyyəti tarazlıqda saxlayan, onu hər cürə sarsaqlardan, zayıl zuyullardan qoruyan bizik. Cəmiyyət bizim sayəmizdə sağlamlaşır. Sizin sağaltdığınız cəmiyyətin başını çoxdan kül qoyulub. Oğrular doğru olub, doğrular məhbəslərdə çürüyür. Bu ana qədər heç nəyə qarışmayan, daxildə əsəbilik keçirsə də, sakit oturan mürvət də özünü saxlaya bilmədi. İradəsindən asılı olmadan. Düzdür, belə qəddarlıq heç bir dövrdə olmayıb, dedi. Veysəlzadə qəribə təmkinli göstərdi. Qətiyyən əsəbləşmədi. Qımışa. Sənin ürəyin kin-küdurət yuvasıymış. Şair lələ, dedi. Danışdıqlarına dəlil sübutların varmı?
Onların dalında dura bilərsənmi? Dura bilməsəm dilimə gətirməzdim. İndi açıq danışmaq zamanıdır. Hədə-qorxu ilə ağız qıfıllamaq vaxtı geridə qaldı. Aşkarlığa filana arxalanıb torbanın dibini silkələmə. Sabahki günü fikirləş. Bax, budur sizin hünəriniz, cənab prokuror. Devin canı şüşədə olduğu kimi, sizin də gücünüz vəzifənizdədir. Dərhal hədə-qorxu gəlirsiniz. Bəs necə? Veysəlzadə yenə qımışdı. Atamı öldürmüşəm ki, görünə and içimdə. Yazıq o atıya ki, yerində səni kimi baş töhməti qalıb. Sonuncu söz Veysəlzadənin ortasından keçdi. Onu möhkəm ağrıtdı. Birtəhər dözməyə məcbur oldu. Özgəsini cırnatmaq istədiyi təqdirdə, özü cırnasaydı, çox gülünc vəziyyət yaranardı. Ay şair, öz aramızdır, dedi. Siz yazı-pozu adamları öz adınızı özgəsinə qoymaqda yaman qoçaqsınız. Bayaq sadaladığın, yoğurup bizim boynumuza yapmağa çalışdığın cinayətlərdə bizdən çox siz qələm əhəlləri, yazıcılar, şairlər, jurnalistlər günahkarsınız. Biz əgər onları törətmişiksə, siz də gem-bol məth eləyibsiz. Bəhsə girib bir-birinizin yarışa çağırıb, o quruluşu gecə-gündüz, canı dillə tərifləyibsiz. Bu yarışda ən seçmə sözlər, təşbihlər, obrazlı ifadələr işlətməyə can atıbsız. Onların müqabilində də mükafatlar, fəxri adlar alıbsız. Haqq hesaba vuranda, siz şair və yazıçıların günahları bizimkindən heç az deyil. Qəşəmqeyrət bu ittihama da məğrur cavab verdi. Əlindəki qanı özgə ətəyinə silməklə özünü təmizə çıxarmaq hədər işdir. Xalq kimin hansı yuvanın quşu olduğunu yaxşı tanıyır. Bir də ki, məddahlıq, yaltaqlıq hamı şairlərə aid deyil. Mənliyini, şəxsiyyətini qoruyanlar, heç nəyə susmayıb abrını gözləyənlər də az deyil. Biri elə mən özüm. Veysəlzadə ucadan qəhqəhə çəkdi. Bilirik abrı necə gözləyirsiniz. Dəstə-dəstə, bölük-bölük olub düşürsüz rayonların, kolxoz-savxozların canına. Əl açıb mədəni dilənçilik edirsiniz. İdarə müdürlərinə boğaz çəkib, dolanışıq haqqı istəyirsiniz. Neçəniz elə mənim özümün mərhəmətimə ümid bağlayıbsınız. Biriniz gəlib yalvarıb yaxarıb ki, qızımı ələ köçürürəm. Ona cehiz ala bilmirəm. Kömək elə. O gedib, o biriniz gəlib ki, oğluma toy eləyirəm. Gəlinə paltar almağa pulum yoxdur. Mənə əl tut. Onu da yola salmışam. Bir başqası peyda olub. Göz yaşı töküb ki, evimin təmiri neçə vaxtı qalıb. Toz torpaq içində yaşayırıq. Mənə filan təmir materialları tapdır. Nə olar? Öz cibiyin pulunu xərcləmirsən ha. Cəmaatdan soyub aldıqlarından biraz da onlara verirsən. Veysəlzadə şairə məhəl qoymadı. Üzünü kənar adamlara çevirib, gerçəkçi giliyləndi. Vallah, ay kişilər, canımız boğazımıza yığılıb bunların əlindən. Şairləri, yazıçıları belə, artistləri, müğəndiləri belə, bəstəkarları, incəsənət xadimləri belə. Bilmirsən hansı birinə əl tutasan. Axı bir millətin şairi, yazıcısı olar 20-30 nəfər. Ən çoxu 50-60. Lap ziyadəsi 100 nəfər. Bunlarsa bir ordudur. Bura istirahətə yola düşməzdən 3 gün əvvəl biri yenə gəlib almışdı üstümü. Söz arası soruşdum ki, sizin cəmiyyətdir, nə mənə şeydir? Onun neçə üzvü var? Dedi 500. Dəhşət bürüdü. 6-7 milyonluq bir xalqın bu qədər yazanı mı olar? Əksəriyyəti də şizofrenik. Yazdıqları kəllə suyu. Ayrı cür də ola bilməz. Çünki atdan eşşəkdən yıxılıb, beyni silkələnən də, həbsdə 5-10 il yatıb qayıdan da, ruhi xəstəliyə tutulan da şairliyə qurşanıbdır. Kimisi qohumu, kimisi dostu, kimisi yerlisi, kimisi də pulu, həyasızlığı, yaltaqlığı hesabına kitab çap elətdirir. Kitabları da nə kitab? Mağazalarda illərlə üstünü toz basa-basa durur. Heç üzünə baxan da yoxdur. Vallah billah, qəsdinə dursam, mən onlardan yaxşı yazaram. Qulbeçələr ötür-ötürlə banlaşdılar. Yazar bizim qağamız, əlasın yazar. Qəşəmqeyrət laqeydliklə əlini yellətdi. Ay yazdı ya, dım-dım halvasıymış, dedi. Sonra Veysəlzadənin özünə üst tutdu. Pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur. Şeir yazmaq rüşvət almaq deyil, ona istedad lazımdır. Veysəlzadə öyüncək, o istedad məndə, dedi. Mən yazım, sən tamaşa elə. Elə o gün adımı dəyişərəm. Qəşəmqeyrət qızğınlıqla elan etdi. Mütləq dəyişərəm. Veysəlzadə bic-bic gülümsədi. Dəyişib nə qoyarsan adını? Dünyanın ən pis adını. Qəşəmqeyrət sözünü geri götürmədi.
Amma bu şərtlə ki, şeir gərək həqiqətən şeir olsun. Qafiyəsi, vəzni, məzmunu qaydasında. Yəni səninkilərə bənzəməsin. Veysəlzadə gərnəşə-gərnəşə ayağa qalxdı. Danışdıq. Söz dəyirmandakıdır, deyib qolbəçələrinə getmə işarəsi verdi. Aydın hiss edirdi ki, şairlə mübahisə bundan belə faydasızdır. Qapıdan çıxanda onu təkrar sancdı. Sənin adını dəyişdirib, Moltanı adı qoydurmaq bu lələşiyin boynuna. Di salamat qal. Gələn görüşərək. Gecəni rahat yatmış Mürvət səhər o başdan oyandı. Günəş təzəcə çırtırdı. Zümrüd səmanın pəncərədən görünən qismi açıq çəhrayı rəngə boyanmışdı. Yuxudan indi-indi ayılan alabəzək, xırdaca quşların şən civiltisi an-ban artıb, çayın qəribani qıcıltısına qarışaraq xoş ahəng yaratmışdı. Mürvət çarpayda arxasüzlə uzanmış halda dağ səhərinin bu xoş mənzərəsini qəlbən seyr aldı. Ona təptəzə ovqat gəldi. Gözləri də, könlü də bəxtiyarlıqla güldü. Elə bil dünyanın ən asudə, ən bəxtəvər insanı idi. Birazdan böyründə boğuq xorultu eşitdi. Diqqətini pəncərədən ayırdı. Div yuxusuna getmiş qəşəm qeyrət yatağında çox yöndəmsiz halda sərələnmişdi. Qol bir yana, qıç bir yana idi. Üstünü də tamam açmışdı. Paltarlarının isə hərəsi bir tərəfə atılmışdı. Corablarını ayaqlarından çıxartmaq heç yadına da düşməmişdi. Şair dünən kababxanada əməllicə düzəlmişdi. Mürvət əyilib qəşəmin üstünü örtdü. Özündən heç xəbəri yoxdu zalımın, deyib ürəyində onu dosyana qınadı. Sonra şalvar köynəyini əyninə keçirdi. Asta-asta pəncərə önünə gəldi. Onun bir tayını tamaşdı. İçəri can rahatlayan sərin hava doldu. Yaxın döşlərdəki, yal yamaclardakı neçə-neçə güllərin, çiçəklərin, tel-tel otların ətri, raihəsi hopmuş bu hava Mürvətin ciyərlərinə sanki məlhəm qoydu. Ona əlavə gümrahlıq gətirdi. Pəncərənin o biri tayını da açdı. Başını bayra çıxartdı. Yenicə boy göstərməyə başlamış qırmızı günəşin doğuşu ilə an-ban canlanan, bambaşqa rövnə qalan təbiət onu daha da sehirlədi. Göz tutduğunca uzanan yamyaşıl yamaclar, qoyunu naxış-naxış yastanlar gəl-gəl deyib Mürvəti yaxına çağırdı. Çay qırağı çol-çoslar, komacıqlar arasında gizlənib günəş ucaldıqca bəhs-bəhs, şirin ləfa oxuyan qumrular, torağaylar, bildirçinlər, sarı köynəklər könlünü atlandırdı. Onda uşaq marağı oyatdı. Bir an, bir saniyə belə ləngimədən özünü təbiətin bu əfsunlu qoynuna yetirməyə can atdı. Ötən gündən fikirləşib qəti qərara gəlmişdi ki, səhhəti qeydinə ciddi qalacaq. Yataqdan durub yuyunmazdan qabaq 15-20 dəqiqə idmanla məşğul olacaq. Gənclikdəki qaydada bunu gündəlik vərdişə çevirəcək. Lakin həmin qərarını indi həyata keçirə bilmədi. Daxilində hansı anlaşılmaz bir duyğu isə amanını hey qırırdı. Öz-özündən baş açmırdı. Pəncərə qabağından qopub yuyunmaq yerinə yönəldi. Suyu tez-tez ovuculayıb üzünə çırpdı. Sabunlanıb arxayın yuyunmağa, dişlərini sürtüb təmizləməyə hövsələsi çatmadı. Ayağını çölə qoyan kimi, sərin sübh mehi yanaqlarını mehribancı yaladı. Açıq yaxasından qoyun qoltuğuna təpilib hərarətli bədənini qıdıqladı. Sonra da bekaraca üşürgələndirdi. Günəş üfüqdən bir qədər aralanmışdı. Zirvədəki 3 güllə qayanın üstünə qonub al şəfəqlərini hündürlərdən yavaş-yavaş aşağılara indirirdi. Dərə diblərində, qədik bükülümlərində özünə sığınacaq tapmış kölgələr çayın şırıl-şırıl sularına hopub iri daşların ovuqlarında, qaranlıq künc bucaqlarda məskunlaşmağa tələsirdi. Mürvət şəfa ocağı həndəvərlərində hərlənmədi. Al şəfəqlərin əlvan rəngə boyadığı şehli çəməndə doyunca gəzmək həvəsi daha da gücləndi. Həmin anda da diqqətini bir dəstə qadın cəlb etdi. 3-1, 5-1 olub çəmənlikdə gəzişən bu qadınlar heç şübhəsiz ki, şəfa ocağının sakinləri idi. Xeyli uzaqda olduqları üçün heç birini tanımaq mümkün değildi. Mürvətin ürəyində sirli bir tıqqıldı. Anlaşılmaz duyğu oyandı. Onların arasında İnci müəllimə də mütləq olacağı ilahidən qəlbinə damdı. İldırım sürəti ilə yerindən götürüldü. Dolayları, bələnləri qısaldıb, kəsə cığırlarla döşə dırmaşdı. Ürəyini tövşik alsa da, sinəsi bərk acışsa da heç yerdə əylənib nəfəs dərmədi. Ötən gün İncidən gördüyü şirin münasibətin yeni çalar alacağına ümidi
indi qəti qənaətə çevrilmişdi. Bu qənaəti gerçəkletmək yalnız özünün fərasətindən asılı idi. Dağ döşü yad gözlərdən, nəzər diqqətdən nisbətən xali idi. Onların sərbəst söhbətlərinə, gül-çiçək yığa-yığa rahat danışmalarına heç kəs və heç nə maneçilik törətməyəcəkdi. İncəvara gümanı düz çıxdı. Hər şey onun arzusunca alındı. Bəli, İnci müəllimə bu qadınlar arasında idi. Mürvət onlara yaxınlaşanda rəfiqələr qəsdənmi, ya nə üçünsə o biri qadınlardan aralandılar. Dəstədən geri qaldılar. Bu Mürvəti biraz da cəsarətləndirdi. Tünlükdə, yad qadınlar əhatəsində İnciyə yaxınlaşmağı xeyli çətin olardı. Əməllicə yoxuş qalxmağına, uzun yol gəlməyinə baxmayaraq, canında bir zərrə yorğunluq hiss etmirdi. Qədəmləri yeyinlədi. Arxadan gələn iti addım səslərinə rəfiqələr eyni anda hürkərək dala boylandılar. Mürvət onların səksəkəsini asanca sezdi. Salam verib üzr istədi. Sabahınız xeyir. Bağışlayın, deyəsən sizi biraz narahat etdim. Hər vaxtınız xeyir. Hamının əvəzində İnci müəllimə dilləndi. Eybi yoxdur. Belə şey biz öyrəncəliyik. Mürvət ürəklənib lap yaxına gəldi. İnci müəllimi ilə əl tutuşdu. Rəfiqələrinə isə ehtiramla təzim etdi. Qəfil gəlişinə hardasa bəraət qazandırmaq istədi. Sübhün erkən çağı seyrə çıxmağınız xüsusi təqdirə layiqdir, dedi. Çox savab iş görürsüz. Öz canınızın qeydinə qalmaqdan əlavə, başqalarını da buna həvəsləndirirsiniz. Məsəl üçün savab iş görüb kimi həvəsə gətirmişik? Xısın gülüş qarışmış bu sorğuya Mürvət dərhal cavab vermədi. Sualı rişxan kimi anladı. Azacıq qızarıb söz sahibinə doğru çöndü. Bu, kök, ətli əndamlı bir qadın idi. Hələ də gülümsünürdü. Mürvət də gülümsəməyə çalışdı. Lap mənim özümü. Mən sizi görüb bura gəlmişəm. Savabkarlıq ulu ənənəmizdir. Kök qadın gözlərini işvəli-işvəli süzdürdü. Onu davam etdirmək borcumuzdur. Ulu ənənələri yaşadanlar xüsusi təşəkkürə layiqdilər. Mürvət söz altında qalmadı. Təzə doğan günəşin ilkin şəfəqlərini şehli otlar içində gəzə-gəzə qəbul etmək cana çox faydalıdır. Siz həkimsiniz? Mürvət bir qədər duruxdu. Necə bəyəm? Qadın xəfif gülüşlə. Həkim sayağı danışırsınız, dedi. Xeyr, mən həkim deyiləm. Mürvət bacardıqca səmimi dilləndi. Sizi kimi müalicəyə gələnlərdənəm. Hə, kök qadın İnci müəlliməyə və o biri rəfiqəsinə mənalı nəzər fırladıb qaşlarını oynatdı. Amma heyf. Niyə heyfslənirsiz? Sizin həkim olmadığınıza. Kök qadın məzəli-məzəli silkələndi. Dolu bədəni dalğavarı yırğalandı. Bizim də öz tanış həkimimiz olardı. Lazımi məsləhətlər verərdi. Şehli otlar içində sübh çağı gəzməyin cana xeyri dəydiyini heç eşitməmişdik. Çox sağ olun ki, bu vacib məsələdən bizi agah elədiniz. Mürvət tutuldu. Qadının istehsası aydın idi. Dönüb İnci müəlliməyə yarı zarafat, yarı gerçək gileyləndi. Sənin bu rəfiqən mənə yaman satışır ha, dedi. Sözaltı mənalarla danışır. İnci müəllimə ciddiyyətlə. Yox, dedi. Sataşmır, zarafat eləyir. Şıxlığı, şıtıqlığı çox sevir. Onun belə-belə zarafatları, məsxərələri olmasa, biz burada darıxarıq. Onda siz qazancdasınız. Mürvət əvvəlcə kök qadına, sonra da İnciyə baxdı. Ürəkdən gülümsündü. Belə əyləncəsiz, baş qatmağa ayrı məşğuliyyəti olmayan bir yerdə şən, zarafatçıl otaq yoldaşının olması xoşbəxtlikdir. Sizə qibtə edirəm. Kök qadın məzəli-məzəli kiprik çaldı. Ətli çiyinlərini azacıq silkələdi. Sizi də özümüzə söhbət yoldaşı eləyə bilərik. Mən böyük məmnuniyyətlə sizin söhbətlərə qoşularam. Amma bunun müəyyən şərtləri var. Hər cür şərtə mən hazır. Kök qadın gözlərindən gülüb, ən birinci şərt bizim bir yoldaşımızın buna razılığıdır, dedi. O razılıq üçün mən hər zəhmətə qatlaşaram. Təkcə zəhmətə qatlaşmaqla iş bitmir. Əlavə hər nə lazımdır, ona da mən hazır. Yaxşı, fikirləşərik. Kök qadın İnciyə baxdı. Belə məsələ ayaqüstü həll olunmuş. İnci müəllimə bir növ üzrxahlıqla. Siz deyilən hər sözə inanmayın. Mənim rəfiqəmin doğru sözü ilə zarafatı bilinmir, dedi. Kök qadın yalandan cırnadı. Üz gözünü turşudub gül ağzını açmaq istəyəndə, üçüncü qadın onun qolundan tutub özünə sarı çəkdi. Qulağına nəsə pıçıldayıb uzağa apardı. Mürvət İnci müəllimi ilə tək qaldı. Ortaya bir müddət sükut çöktü. Gah yerə baxdılar, gah da bir-birinə.
Hisslərin sehri dillərini kilitləmişdi. İnci müəllimə birinci dilləndi. Biz bu yamaca elə-belə, səhər gəzintisinə çıxmamışıq, deyib, söhbəti mətləbə az dəxli olan məsələdən başladı. Qantəpər və qaymaq çiçəyi yığmaq istəyirdik. Bu bitkilər bir çox dərdlərin dərmanıdır. Amma kəçutundan başqa bir şey tapmadıq. Mürvətin də qamaşığı açıldı. Şən-şən soruşdu. Tanıyırsınız o bitkiləri? Şəxsən mən tanımıram. İnci müəllimə səmimi etiraf etdi. O bitkilər haqqında heç təsəvvürüm də yoxdur. Ancaq mənim zarafatçıl rəfiqəm tanıyır. Yəqin dağ yerində böyüyüb rəfiqəniz. Uşaqlığı güllər, çiçəklər içində keçib. Yox, o da aran adamıdır. Amma ixtisası elədir ki, bütün bitkilərə yaxşı bələddir. Əczaçı işləyir? Xeyr, müəllimədir. Mən işləyən məktəbdə təbiət dərslərini aparır. Aydındır. Mürvət daha da şənləndi. Təbiət müəllimi bitkiləri mütləq tanımalıdır. Dilli dilavərliyi də pis müəllim olmadığını göstərir. Hə, çox hazır cavabdır. Dil altıda qalan deyil. İnci müəllimə gülübsünüb, onlardan xeyli aralanmış rəfiqələrinin ardınca baxdı. Siz yaxşı ötüşdünüz. Nəyə görəsə, bir elə bənd olmadı sizə. Qorxurdum ki, xətrinizə dəyən bir söz desin. Çənələşdiyi adamın suyunu sıxmamış buraxmır. Elə isə Allaha min şükür. Mürvət məzəli tərzdə əllərini göyə qaldırdı. Araya bir neçə anlıq yenə sükut çöktü. Bu dəfə onu Mürvət pozdu. Mən taliyimdən və Tanrı qismətimdən çox narazı idim İnci. Özümü dünyanın ən bəxtikəm, ən uğursuz bir adamı sanırdım. Heç güman eləməzdim ki, qara bəxtim haçansa məni ürəkdən sevindirə bilər. Amma burada sənə rast gəlib dünyalarca bəxtiyar oldum. Ağlıma gətirməzdim ki, biz hardasa, nə vaxtsa beləcə göz-gözə, nəfəs-nəfəsə dayanıb danışa bilərik. Həyat nə qəribəymiş. İlahinin rəhmi bol olduğunu, onun bağlı qapılar, açılmaz düyünlər açdığını dönə-dönə eşitmişdim. Amma inanmamışdım. Bax, indi inandım. Deyilənlərin doğruluğuna şəkkim qalmadı. Mənə olmasın sistəmlər, dözülməz işgəncələr versə də, axır ki, sınqın könlümü açdı. Dərd-qəm yuvasına çevrilmiş qəlbimi fərəhlə çırpındırdı. Gəncliyimi, səninlə bağlı xoş anlarımı özümə qaytardı. Bu günlərdə eşqimizin şirinli-acılı o məqamlarını bütünlüklə yenidən yaşadım. Sən bəlkə də heç təsəvvür etməzsən. O xatirələr məni ruhan necə təzələdi. İnci müəllimə Mürvətdən eşitdiklərinə heç bir münasibət bildirmir. Kipriklərini gözlərinin üstünə endirib susur, tərpənmirdi. Belə duruşun, susqunluğun mənası nə idi? Mürvətin bütün diqqəti İnci müəllimənin üzündə cəmlənmişdi. Danışa-danışa onun daxilinə nüfuz etməyə çalışırdı. Sevgilisinin əhvalında, sifətinin müəyyən cizgilərində ona gərək duyğu nişanələri axtarırdı. Lakin istədiyini sezə bilmirdi. Ne üçün belə idi? İnci ona tamam yadırğamışdı mı? Bu sayaq laqeydlik, soyuqqanlılıq mı olardı? Elə bil daş qayadı. Dilimi qabar edən, ürəyimi yarıb çıxan bircə sözümə də məhəl qoymur. Vecinə almır. Riqqətimdən, səsimin titrəməsindən bircə tükü də tərpənmir. Bu nə yaman dəyişib, ilahi? Nə yaman? Mürvət böyük gərginliklə. İnci, mənim əzizim, fikrin hardadır? Soruşdu. Məni dinləyirsənmi? İnci müəllimə təsdiq işarəsi ilə başını tərpətdi. Amma kipriklərini qaldırıb ona yenə baxmadı. Səsi, həniri çıxmadı. Bundan Mürvət çox qəmginlədi. Ciyərlərini hava ilə doldurub, dil yandıran həzinliklə davam etdi. Mən sənə əzizim ifadəsi ilə müraciət etdim. Bəlkə də sən bunun üçün ürəyində məni qınadın, xoşlanmadın. Əgər belədirsə, səhvim var. Unudursan ki, buna mənim az-çox ixtiyarım, mənəvi haqqım çatır. Çünki sən məndən ötürü həmişə, hər zaman əziz olubsan. Neçə-neçə illərdən bəri üzünü görməsəm də, arada heç bir əlaqə filanımız olmasa da, səni xəyalımda, ürəyimin dərin-dərin gövşələrində hər dəqiqə əzizləyib yaşatmışam. İlk məhəbbətimizin oduna daima qızınmışam. İş gücdən asudə vaxtlarımda yalnız səni düşünmüşəm. Səni görmək arzusu ilə çırpınmışam. Qeyri bir arzum, intizarım olmayıb. Əsla olmayıb. Ne üçün? İnci müəllimə hələ də tərpənmədən, kipriklərini aralamadan xəbər aldı. Mürvət bərk qovşuruldu. Bu sual onun ürəyini çovutma güllə kimi dəlib keçdi. Ağrısı bütün bədənini göyüm-göyüm göynətdi. Onun üçün ki, mən əhdimi sadiqəm, dedi. Eşqimə vəfalıyam. Səni adi, ötəri məhəbbətlə yox,
Canımla, qanımla, bütün varlığımla sevmişəm. Sən mənim həyat amalım olubsan. Necə unuda bilərəm mən səni? İnci müəllimə kipriklərini nəhayət ki araladı. Başını köksündən asta-asta dikəltdi. Lakin mürvətə baxmadı. Dalğın nəzərləri kənarda dolaşdı. Sərin bir təbəssüm dodaqlarının uclarını azacıq səyritdi. Həmən sərinlik səsində də duyuldu. Siz axı daha gənc deyilsiniz, dedi. Orta yaşına çatmış, həyat təcrübəsi qazanmış adamsınız. Dünyanı indi daha dərindən dərk edə bilirsiniz. Köhnə hisslərlə yaşamağın, olub keçənləri təzələməyin mənası varmı? O sizə, ya mənə nə fayda verər? Mürvət razılaşmadı. İnci müəllimənin soyuq mühakiməsi onda həm təəccüb, həm də qəzəb doğurdu. Höcətlə etiraz etdi. Əvvəla yaşın, həyat təcrübəsinin, dünyanı dərkin buna dəxli yoxdur, dedi. Məhəbbətdə yaş həddi heç vaxt olmur. İnsan hər zaman sevə də, sevilə də bilər. Böyük Alman şairi Höte 74 yaşında yenidən sevib gənc bir qıza vurulub. Və o dünyada tək deyil. Belələri çoxdur. İkinci də ki, mənə görə heç nə köhnəlməyib. Gəncliyimdəki o hisslər bu gün də təzədir. Mən yaşadıqca qəlbimdə o da yaşayacaqdır. Həqiqi məhəbbət ölümsüzdür. İnci müəllimənin qaşlarının ortası qabardı. Mürvətə bir də dalğın-dalğın baxdı. Biz artıq o yaşda deyilik ki, hisslərimizin əsiri olaq. Gəncliyimizdə yaşanmış duyğular artıq keçib gedib. Bu barədə gəlin danışmayaq. Cavanlığın səhvləri bağışlanır. Bizim indiki yaşımızda buraxdığımız adi bir qüsur isə ömürlük ləkə qalır. Mürvətin bağrının başına od basıldı. İnci nə söyləyirdi? Məhəbbəti gənclik səhvə adlandırmaq mı olardı? Belə ifadəni o dilinə necə gətirmişdi? Bəlkə o, həqiqi məhəbbətin heç zaman unudulmadığından xəbərsizdir. Bu hissin şirnisini, zəhər, acısını dərindən dadmayıb. Vaxtı ilə onu, mürvəti sevməyi də bəlkə ötəri, keçici bir həvəs olub. Araya ayrılıq düşəndən sonra hər şeyi tezcə yaddan çıxarıb. Buna görə də məhəbbət haqqında belə soyuq mühakimə yürüdür. Bu dumanlı, sarsıntılı düşüncələrlə çarpışarkən özü üçün qaranlıq bir şeyi aydın etdi. İnci ötən dəfəki görüşdə də, bu gün də, heç bir dəfə də onun adını çəkməmişdi. Mürvət kəlməsini dilinə gətirməmişdi. Hə də, lap yəqin adını unudub. Yoxsa heç olmasa bircə dəfə dilinə gətirərdi. Gözəllərdə vəfa olmur deyiblər. Bu da onlardanmış. Mürvət məyuslayıb öz daxilinə qapıldı. Birdən-birə lap fağırladı. Qanı qaçıb bomboz bozarmış dodaqları heysiz-heysiz pıçıldadı. Mən sevgini səhv kimi anlaya bilmərəm İnci, dedi və qürurla sevgilisinin gözlərinin içinə baxdı. Sevmək heç zaman günah iş sayılmayıb. Baş qaxıncı olub insan şəxsiyyətini alçatmayıb. Əksinə, bəşəriyyət onunla ucalıb, mənəvi təkamül tapıb. O ara verdi. Həzirləmiş səsini pillə-pillə ucaldıb qürurla əlavə etdi. Sən onu da yaxşı bil ki, mən öz məhəbbətimə, əhd peymanıma sadiq qalmağıma qətiyyən peşman deyiləm. Onunla fəxr edirəm. O mənim həyatımın mənası, məzmunudur. Ömrümün bütöv bir parçasıdır. Bəlkə də hamısıdır. Mürvət həyəcandan töyüşüdü. Köksü tez-tez qalxıb endi. Səsi kökdən düşüb yenidən alçaldı. Məhəbbət çox ali, çox nəcib duyğudur. Ən yüksək, ən təmiz hisslərin, incə ruhi aləmlərin məcmusudur. İnsanı həyata bağlayan bir ülviyyət, ilahi hikmətdir. Bu gözəl, bu zərif hissdən məhrum bəndələri insan adlandırmaq, bəşər övladı hesab etmək qəbahətdir. Məhəbbətlə, ülvi eşqlə isinməyən bir ürək yüksək duyğularla çırpınmır. Çirkablar, zibilliklər yuvasına çevrilir. İnci müəllimənin donuq çöhrəsi bir xeyli canlandı. Sıxılmış dodaqlarının kənarlarına bekaraza təbəssüm qondu. Siz məhəbbətə böyük filosoflar kimi tərif verdiniz, dedi. Yürütdüyünüz fikirlər qədim Yunan alimlərinin fəlsəfi traktatına bənzədi. Mürvət ciddiyyətlə təsdiqlədi. Mən bu dəqiqə hər cür filosofdan üstünəm, dedi. Başına gələn başmaqçı olar. Özümün keçirdiyim hisslər, şəxsi qənaətlər də bunlar. Könlümün fəryadlarıdır. İnci müəllimə məmnunluqla qımışdı. Mürvət bundan ilhamlanmış kimi irəli durdu. Müəllimənin əlini ovcuna alıb oxşamaq. Bununla da aradakı boz səddini əritmək ehtirası qəlbinə yenə hakim kəsildi. Lakin məqsədi indi də baş tutmadı. İnci müəllimə nəzakətlə əlini yana çəkdi.
Mürvət onu alovlu nəzərlərlə süzdü. Bu sehirli qəlb alovunda özü daha artıq yandı. İstəyirəm bir həqiqəti də sənə tam açıqlayım İnci. Mən ilk gəncliyimdə səni doğrudan da sonsuz məhəbbətlə sevmişdim. O cür məhəbbət bəlkə də bu yer üzündə heç bir bəndədə olmayıb. Və indi də səni həmən o sayaq. O gücdəki ehtirasla sevirəm. Bayaq dedim. Məndə heç nə köhnəlməyib. Heç nə dəyişməyib. Ona əmin ol ki, necə ki sağam, bu həyatda varam, yaşayıram, elə o sayaq. O qaydada da səni sevəcəm. Sən könlümün harayına hay versən də, verməsən də, fərqi birdir. Mən öz müqəddəs sevgimi daima yaşadacam. Onu əbədiyyətə qovuşduracam. Ruhumun qanadlarında o dünyaya aparacam. Eşitdiyi bu çılğın etirafın təsirindənmi, qulaq oxşayan sözlərin sehrindənmi ya nədənsə, İnci müəllimənin çöhrəsi birdən nurlandı. İlk dəfə olaraq Mürvətin üzünə mehriban və davamlı nəzərlərlə baxdı. Xüsusi mehr ilə. Sözüm xətrinizə nahaq dəyir, dedi. Hər ikimiz külfət sahibiyik. Bundan belə yalnız öz ailəmiz, uşaqlarımız üçün yaşayırıq. Şəxsi həyatımız biz istəsək də, istəməsək də son plana keçməlidir. Başqa cür ola bilməz. Mürvət qəribədir ki, bu barədə heç düşünməmişdi. Bu sadə məntiq onun beynini bir ləhzə məşğul etməmişdi. Ayrıldıqları müddətdə İncinin də ailə qura biləcəyini ağlına gətirməmişdi. Boğazı qurudu. Bir-iki dəqiqə susub, sən bıçağı İliyə vurdun İnci, dedi. İlk kəlmədən söz kəsənlik elədin. Məni axıra qədər dinləməyə səbrin çatmadı. İnci müəllimə təmkinlə dilləndi. Bu təkcə sizi qabaqlamaq deyil, özümə də müəyyən mənada xəbərdarlıqdır. İnsan bəzən lazımsız hissə, ehtirasa qapılıb, ciddi yasaqları, mənəvi qadağaları unudur. Düşünmədən cinayətə qədəm qoyur. Mürvət daha bilmədi nə desin. Cinayət sözü zehnini keyləşdirdi. Ona güman bu oldu ki, İncinin belə sərt mühakimə yürütməsinin başlıca səbəbi köhnə İncili idi. Gənclik umuküsüsüdür. Onu qınamaq olmaz, düşündü. İnciməyə haqqı var. Çox şeydən xəbərsizdir. Onlardan danışmaq, gizli mətləbləri açmaq əvəzinə tükənməz məhəbbətimi, sədaqətimi bildirirəm. Nə qədər axmaq bir hərəkət. Əbədi ayrılığın köklü səbəblərini bilmədən, qəti qənaət hasil etmədən, mənim sözlərimin riyasızlığına o necə inansın? Yeni fikir Mürvətə yeni təsəlli gətirdi. Cəsarətlə irəli durdu. İncinin əlindən tutmaq həvəsi təzələndi. Hətta ürəyindən onu öpmək də keçdi. Sübh mehi vurub xeylicə allanmış yanaqlara tamaha düşdü. Ehtiras odunda yanan nəzərləri müəllimənin ətli, qəşəng dodaqlarına, bəmbəyaz boyun boğazına ilişdi. Ağzı sulandı. Bir zamanlar o bu dodaqları, o ağca boyun boğazı heç bir maniyəsiz filansız öpüşlərə qərq edərdi. Dünyanın ləzzətini dadardı. O ləzzəti bu anlarda da dadmaq mümkün idi. Bunun üçün cəsarətli, qətiyyətli hərəkəti lazım idi. Quru nəzakətdən nə hasil? Mən özümü çox əfəl aparıram. Fərsizlik, cəsarətsizlik göstərirəm. Belə yaramaz. Təkcə təsirli sözlərlə, riqqətli kəlamlarla məqsədə çatmaq olmaz. Adamda biraz üzdürlük lazımdır. Belə şeydə gərək həyasızlığı da bacarasan. Heç bir qadın öz xoşu, öz təşəbbüsü ilə kişiyə yaxınlıq vermir. Elə cavanlıqda da mən ilk öpüşü ondan öz zoruma almışdım. İşin bir tərəfini zarafata, həyasızlığa salmışdım. Mürvət ürəyində özünü möhkəm danlayıb, əlini İncirin əlinə yetirdi. Oğru malı kimi onu qəfilcən qamarladı. İnci müəllimə əlini sərt hərəkətlə kənara çəkdi. Sifəti bərk turşudu. Mürvət dərhal həstədi. Üzr istəyirəm, deyib özünü yığışdırdı. Əvvəlki həzin söhbət tərzinə qayıtdı. Ərk yana davrandım, bağışda. Bunun hamısı mənim sənə olan böyük səmimiyyətimdəndir, qəlb istəyimdəndir. İnci, bizim o bəlalı məhəbbətimizin daşı toxunmasında, əhd peymanımızın baş tutmamasında bilirəm. Bütün günahları sən məndə görürsən. Əsas təqsirkar məni hesab eləyirsən. Əlbəttə, mənim səhvlərim yox deyil, amma İnci müəllimə darıxqanlıqla onun sözünü yarımçıq kəsdi. Sizdən təkrar təvəqqə eləyirəm. Daha o məsələyə qayıtmayaq, lazım deyil. Mürvət təslim olmadı. İnad göstərdi. Yox, qayıtmaq lazımdır. Mən öz vicdanım qarşısında təmizlənmək istəyirəm. Sən bütün hadisələrdən xəbərdar olmalısan. Xəbərdaram. Hər şeydən məlumatım var.
Qətiyyən inanmıram. O məlumatları heç kəsdən ala bilməzsən. Düz deyirəm. Hər şey mənə məlumdur. Öyrənmişəm. Kimdən? Hardan öyrənibsən? Sizin rayonda yaşayan bir rəfiqəmdən. O kimdir elə? Siz tanımırsınız onu. Bir məktəbdə işləmişdik. Mənim müəllimə yoldaşım olub. Harda görüşübsən onunla? Heç yerdə. Məktublaşırdıq. Vaxtaşırı o mənə hər şeyi yazırdı. Mürvət bir an duruxdu. Əlini yellədi. Dedi. Onun məlumatları ağız söhbətlər olacaq. Ondan bundan işitdiklərini sənə yazıb. İnci müəllimə Mürvətin mənalı süzdü. 4 uşağınız var. Doğrudur? Doğrudur. Mürvət heyrətləndi. Bunu da o rəfiqən yazıb. İnci müəllimə cavab vermədi. Ciddi tərzdə yenə soruşdu. 3-ü oğlan, biri qızdı. Düzdür? Mürvət mat qaldı. Bəli, düzdür. Bax görürsən, bilirəm. İnci müəllimənin kiprikləri titrədi. Deməli, mənə çatan məlumatların heç biri yanlış deyil. Mürvət yenə də təslim olmadı. Hər halda məni eşitməlisən, İnci. Ürəyimi illərdən bəri qovuran dərdlərimi dinləməlisən. Bəlkə də belə fürsət bir də heç vaxt ələ düşməyəcək. İnci müəllimə dinmədi. Üzünü çevirib asta-asta ondan aralandı. Kəpənək qanadları tək rəngbərəng. Bax balaca ləçəklərinə şəffaf şeh muncuqları düzülmüş zərif bir çiçəyin yanında aşağı əyildi. Ehtiyatla saplağından üzüb ovcunda saxladı. Sonra onu Mürvətə göstərdi. Bir baxın, necə qəşəng çiçəkdir, dedi. Ləçəkləri incədən incə. Bəlkə bu elə biz axtaran bitkidir. Ürəyindən qara qanlar axan Mürvət çiçəyə ötəri nəzər yetirdi. İnci müəllimənin ona etinasızlığı sinəsinə təzə dağlar çəkmişdi. Ağız ucu. Çiçəklərdən başım çıxmır, tanımıram onları. Deyib inciliklə davam etdi. Səni başa düşürəm. Araya qəsdən söz qatırsan. Söhbəti yayındırırsan. Mənim ürək göynətirilərimdən halı olmaq istəmirsən. Axı nə üçün? İnci müəllimə bu iniltili şikayətə də qulaq ardına vurdu. Gözlərini kənarlarda hərləyib ayrı çiçək axtardı. Kəpənək kimi uçub indi də bir başqasının böyrünə qondu. Öz-özü ilə danışdı. Bəh, nə qədər gözəldir. Heç bir rəssam fırçası belə gözəllik yarada bilməz. Mürvət küskün-küskün gendə durdu. Daha bir addım da yaxına getmədi. Bu anlarda paralanmış bağrını əlavə bir göynərti bürümüşdü. Əfsunlanmış diqqəti çiçək üzərinə əyilmiş incinin şux əndamına. Şümşadca gərdəninə sancılmışdı. Yazıqdan yazıq günə düşdü. Sevgilisinə bu qədər yaxın ola-ola, əli ona yetmirdi. İllərlə həsrətini çəkdiyi o gözəl bədənə toxunmağa haqqı, ixtiyarı çatmırdı. Nə qədər böyük əzab. Daha sonra ağlından keçən qara bir fikir onu lap qara günə qoydu. Ağız sulandıran bu şux əndama sahib o deyil, başqasıdır. Qəlbində bu adama qarşı kini, böyük həsəd hissi huşunu başından aldı. Birdən İnci müəllimənin təlaşlı səsi eşidildi. Oy, başımın söhbətə qarışıb, hər şey yaddan çıxıb. Rəfiqələrim odur, aşağıda məni gözləyirlər. Sağ olun, salamat qalın. Çaşqın, beyni süst Mürvətə İncinin bu sözləri çatmadı. Üzü enişə doğru səkə-səkə gah yeriyib, gah yürə-yürə, muncuq-muncuq şeyləri tel-tel otlar üstündən ətrafa səpələyib, geri yanında ağ şırım qoyaraq, uzaqlaşan sevgilisinin arxasınca qəmgin-qəmgin boylandı. Dərin köks ötürüb düşündü. Kimdir onun bəxtəvər rəqibi? İnci onunla xoşbəxt ola bilmişdimi? Qardaşı təcili telegram alıb özünü köməyə çatdıranda İnci müəllimə yorğan döşəkdə idi. İllatsız Zöhrə qarı dava-dərman dalınca yüyürüb yortmaqdan tamam üzülmüşdü. İncinin qardaşı bircə gün ləngiyib özünü gec yetirsəydi, yəqin ki, zavallı qarı elə yolda izdəcə keçinərdi. Müəllimənin qardaşı zirək tərpəndi. İdarə qapıları döyüb şikayətləri vaxt itirmədi. Bürokrat rəhbərlərin süründürməçiliklərinə bələd idi. Bu işlərə yad rayonda baş qarışdırıb günləri fövtə versə, bacısının xəstəliyi ciddiləşə bilərdi. Mənasız, nəticəsiz get-gəllər, yeni-yeni qan qaratmalar qıza mənfi təsir göstərər. Onun ruhi sarsıntılarını dərinləşdirərdi. Ziyanın yarısından qayıtmaq da qazancı idi. O İncini elə həmin gün kəndlərinə apardı. Məsələni ata-anasından hələlik gizlədib, bacısını öz yanında saxladı. Evlənəndən atasıgildən ayrılıb, kəndin başqa səmtində özünə ev-eşik düzəltmişdi. İncini tam himayəsinə götürdü. Balacalıqdan onu çox istəyirdi.
Yaman günün yarağı qardaş əhvalatı yaxın qonum qonşuları da bildirmədi. Arvadına dönə-dönə tapşırdı ki, dilini dinc qoysun. Orada burada bir kəlmə də bu barədə danışmasın. Yer qulaqlıdır. Xəbər gedib atasının qulağına çatar. Mələkə qopar. Rayonun ən yaxşı, adlı sanlı həkimlərini gizlindən, qonaq bəhanəsi ilə evə çağırdı. Bacısını müayinədən keçirtdi. Müalicəsi ilə çox ciddi məşğul oldu. İncinin sağalıb ayağa durması üçün əlindən gələni əsirgəmədi. Çəkilən zəhmət hədər getmədi. İnci yavaş-yavaş dirçəldi. Tədbirli qardaş onu tezliklə işə də düzəltdirdi. Kənd məktəbində ixtisası üzrə bir neçə saat dərs verdirdi ki, evdə boş qalıb xiffət çəkməsin. Başı qarışsın. Qəm-qüssədən bala-bala uzaqlaşıb özünə gəlsin. İnci doğmaları arasında tez yaxşılaşdı. Əsəb pozğunluğundan, ürək tutmasından onda heç bir əsər qalmadı. Amma məhəbbət niskili azalmadı. Həftələr, aylar ötdükcə mürvət sarıdan sınqınladı. 3 dəfə məktub yazıb gizlindən yola saldı. Heç birinə cavab gəlmədi. Qeysəri nəzarətçiləri onları poçtdan ələ keçirmişdilər. Şəkkə düşdü. Şayələrə, ara-bərə sözlərinə uyub, mürvətin ondan üz döndərdiyini zənn etdi. Əlacı kəsilib hər şeyi unutmağa qərar verdi. Ta qədimdən bəri iç məhəbbətlərin beləcə uğursuzluğu, heç kəsi xoşbəxt etmədiyi haqqında yaranmış dastanlar, əfsanələr yadına düşdü. O nakam məhəbbətlərin dağı, döyünü könüllərdə düyün bağlayıb, ürəkləri əbədi sızlatmışdı. İnci də öz məhəbbətinə qəlbinin dərinliklərində məzar qazıb, ona həmişəlik yas saxladı. Bundan belə heç kəsə könül verməyəcəyinə and qəsəm etdi. Lakin hər şey onun qətiyyətindən asılı deyildi. Gözəlliyi başına daima bəla idi. Onu bircə kərə görən subay oğlanlar, hətta arvad uşaqlı kişilər ağıllarını çaşdırırdılar. Kənddə müştərisi lap çoxalmışdı. Elçi dalıca gəlir, minnətçi, təvəqqəçi damdan bacadan yaxırdı. İnci isə heç kəsi eşitmir. Nəsihətə, məsləhətə sıyılmır. Daşı ətəyindən töküb yumşalmırdı. Bu getgəllərdən özü də bezmişdi. Özgələrini də bezdirmişdi. Məsələ bir gün İncirin atasına da gedib çatdı. Tündməcaz kişi qızı ilə hələ də barışmamışdı. Qardaşı oğlu sarıdan sözü yerə düşdüyü üçün kin saxlayırdı. İnci xəstə olduğu müddətdə bir dəfə də olsun gedib hal-əhvalı ilə maraqlanmamışdı. Yad rayonda baş vermiş əhvalatı da hardansa, kimdənsə eşidib lap cinatına minmişdi. İncinin qarasınca möhkəm söyüb söylənmişdi, kölgəsini qılınclamışdı. İndi yenə fironluq elədiyini, ipə sapa yatmadığını, elçiləri bir-birinin dalınca boş qaytardığını bilib əlindən zəncir çeynirdi. Qeys qəzəblə ismarıc üstündən ismarıc göndərib, qoy qulaqlarını yaxşı-yaxşı açıb eşitsin, demişdi. Onu evdə un çuvalına tay qoymaq həvəsim yoxdur. Ağlını başına yıxsın. Eldən obadan birini bəyənib sürüksün gözümün qabağından. Bəsdir bizi dilə dişə saldı, bədnam elədi. O eşq-meşq sevdasını çıxarsın bir kərəmlik gic-gici beynindən. Məni vadar eləməsin ki, bu sinnimdə günaha batım. Gəlib it qibləsinə boğazlayım onu. İnci odla su arasında qalmışdı. Bir tərəfdən nə qədər çalışsa, könlü mürvətdən dönmürdü. Digər tərəfdən də evdə, qohum əqrəba içində gün dirliyi yox idi. Amanını qırmışdılar. Gecə-gündüz qulağını hey doldururdular ki, çox sonalamasın. Ləngimədən bir oğlan seçib əri köçsün. Ara-bərədəki dedikodular kəsilsin. Əlac yox idi. Hamını özündən küstürüb uzaqlaşdıra bilməzdi. Məsləhətə, öyüd nəsihətə məcbur olub qulaq asmalıydı. Atasını daima hirs-hiqqədə, əsəbi vəziyyətə saxlamaq pis nəticə verərdi. Özünün ölümündən, kiminsə amansız əli ilə qətlə yetirələcəyindən əsla qorxmurdu. Onsuz da bir cana borcluydu. Əcəli çoxdan gözaltılamışdı. Xəstəliyinin şiddətli məqamlarında bir-iki dəfə intihar etməyə qəsdənmişdi. Amma təşəbbüsləri baş tutmamışdı. Ayıq düşüb təhlükəni tez sovuşturmuşdular. Hazırki vəziyyətdə narahatlığı yalnız atası sarıdan idi. Onunla öcəşmiş kişi bu qədər gərginliyə tab gətirməzdi. Qəfil ürəyi dayanardı. Digəl bundan sonra el qaxıncına, tən töhmətə tab gətir. Nəhayət ki, qovğa sovuşdu. İncinin inad daşını ətəyindən tökən bir Allah bəndəsi tapıldı. İnci bu oğlanı uşaqlıqdan tanıyırdı. Bir məktəbdə oxumuşdular. Aralarında 3-4 yaş fərq vardı. Çox ağıllı, mərifətli oğlan idi. Heç bir köməyi, vasitəçi olmadan tibb institutuna girmiş. Təhsilini yüksək səviyyədə tamamlamışdı. 3 il respublikadan kənarda işlədikdən sonra öz rayonuna qayıtmışdı. Sıravi həkimlikdən az müddətdə irəli gedib, rayon səhiyyə şöbəsinin müdiri təyin edilmişdi.
Sir-sifətdən də çox gözəgəlim oğlan idi. Həkimin elçilərini qohum-əqrəba xoş üzlə qarşıladı. Hamı bir ağızdan bir-birinə taydı, dedi. İnci də yox kəlməsini daha dilinə gətirmədi. Nəyəsə bir qulp qoyub bəhanə uydurmadı. Başa düşürdü ki, bu oğlan da rədd etsə, təkcə atasının, yaxın qohum-əqrəbasının deyil, bütün cəmaatın töhmətini qazanardı. Elə bilərdilər, doğrudan fironluq eləyir. Özünü hər kəsdən yüksək tutur, fələ ilə əlləşir. Himayəsini sığındığı qardaşı da bəlkə ondan inciyərdi. Qardaşının bu həkim oğlana böyük rəğbəti olduğunu ona eşitdirmişdilər. Bunlardan əlavə də həmən oğlanı hansı cəhətdənsə xoşladığını hiss edirdi. Günlər ötdü. İncinin oğlana münasibətində bir isnişmə nəzərə çarpdı. Onu həqiqi eşqlə, məhəbbətlə sevə bilməsə də, mürvəti ürəyindən heç cürə çıxartmırdı. Gözünü yumanda da, açanda da onu görürdü. Son dərəcə həlim, mülayim xasiyyəti, mədəni davranışı, səmimiyyəti İncinin sınqın könlünün buzunu əritdi. Belə davam etsə, onun qəlbinə haçansa tam hakim kəsilərdi. Əfsus ki, Talib burada da onunla tərs oyun oynadı. Toy ərəfəsində, xeyir işə qızğın hazırlıq dövründə dostları ilə yemək içməkdən qayıdan oğlan maşın qəzasına düşüb həlak oldu. Kəndə xurd-xəşir meyidi gətirildi. İnci bu hadisədən daha bərk sarsıldı. İkinci uğursuzluğu onun sozalı qəlbini ölümcül yaraladı. Bunun təqsiri yalnız öz mənhun taleyində, qara dabanlığında gördü. Fikirdən, qəm-qüssədən köhnə xəstəliyə təzələndi. Əziyyət yenə də qardaş üstünə düşdü. Olmazın zəhmətə, xərc-xərəcata qatlaşıb bacısını şəhər-şəhər gəzdirdi. Neçə-neçə görkəmli təbibə, Loğmana göstərdi. İncini sağalmağa bu dəfə biraz da uzun çəkdi. 3-4 ay xəstəxanada yatdı. Aradan il yarım keçdi. Həyata güc bala ilə qaytarılmış İnci başını aşağı salıb küskün, qaradinməz ömür sürdü. Elə bir canlı insan deyil, kölgə idi. Səssiz səmirsiz durur, oturur. Heç bir söz söhbətə qarışmır. Heç bir şənlikdə, şadlıqda iştirak etmirdi. Daha heç kim onunla maraqlanmırdı. Belə bir gözəlin mövcudluğunu sanki bir kərəmlik unutmuşdular. Günlərin bir günü itib batmış əmisi oğlu xapa-xap böyürdən çıxdı. Səhər tezdən həyət bacıda dümələnən, toyuqcələrə dən verib malqaranı örüşə ötürəndən sonra delikdə qurdalanan anası qarşısında kölgə gördü. Başını qaldıranda oğlu ilə qarşılaşdı. Arvad heyrətdən içini çəkdi. Gözlərinə inanmadı. Axı necə inanaydı ki, oğlu kənddən acıq eləyib gedəndə bir yolluq getdiyini, daha heç vaxt evə qayıtmayacağını söyləmişdi. Dalınlağa, yalvar-yaxara baxıb dediyindən dönməmişdi. Birazdan sorağı uzaq Sibirdən gəlmişdi. Oradan əl boyda kağız yazıb bildirmişdi ki, yolunu gözləməsinlər. Əmsi qızının onu bəyənməməsi, adam yerinə qoymaması, taytuş içində onu xəcil edib, sinəsinə silinməz dağlar çəkib. Kəndə heç vaxt yön çevirməyəcək. Məktubu alandan sonra evdə hamı bir-birinə dəymişdi. Qohumlar arasına üzgözlük düşmüşdü. Oğlan evi qız evini topa tüfəngə tutub qaxınc, qarğış yağdırmışdı. Dünyada o nikdə təhniz qalmamışdı ki, bir-birinə deməsinlər. Saç yolcusuna çıxmış arvadlar bu qalmaqala ərlərini də qoşmuşdular. Köhnə palançı eşəliyib yaxın uzaq qonşuları, yoldan ötüb keçənləri özlərini güldürmüşdülər. Həmişəlik küslü olub bir-birinin qapısını açmamışdılar. İndi neçə illik ayrılıqdan sonra oğlanın birdən-birə peyda olması, ata ocağına dönməsi bütün qohum-əqrabanı sevindirirdi. Küsüllər arasına da ünsiyyət körpüsü saldı. Qız ata-anası, oğlan ata-anasına göz aydınlığına gəldi. Doğrudur, oğlan valideynləri dərhal barışmadılar. Əlucu görüşüb dilucu razılıq bildirdilər. Ancaq İncinin valideynləri buna darılmadılar. Özlərini çox şad, çox şən apardılar. Bir neçə gün ayaqlarını onlardan çəkmədilər. Oğlan ata-anası da səmimi davranmalı oldular. Höcətliyi, incikliyi qatlayıb qırağa qoydular. Məsələnin kökünə gedib anladılar ki, bu işdə heç kimin taksiri yoxdur. Heç kəs araya pəl qatmayıb. Atanın öz qızı ilə dava dalaşını, bu günə qədər onu danışdırmamasını da eşitmişdilər. Allaha şükür, uzaqlı deyildilər. Çəpər-çəpərə qonşuydular. Hər şeyi görürdülər. Ürəkdən barışdılar. Münasibətlər tam düzəlib, get-gəllər şirinləşəndə əvvəlki əhvalat da təzələndi. İncinin əmsi oğlu 2 ayağını bir başmağa diriyib ata-anasını divara qısnadı. Öldü var, döndü yoxdur, dedi. Əmim qızını ya mənə almalısınız, ya da mənim başımdan bir yolluq keçməlisiniz. Çıxıb gedəcəm köhnə yerimə.
Yazıq ata-ana yenə qəm-qayğıya batdı. Tərs oğlu dilə, qılğa tutdular. Fikrindən daşındırmaq üçün İncinin ciddi xəstəliklər keçirdiyini, pis ad çıxartdığını söylədilər. Burasını da ona xüsusi vurğu ilə açıqladılar ki, özgənin artığı sənə mi qalıb? Nə çoxdur kətdə, eldə obada gözəl göyçək, ağıllı kamallı qızlar. Hansını istəyirsən göstər. Elə bu gün gedib alaq. Amma İnci adını tutma bizim yanımızda. Çünki qara dabandı. Tanrının qəzəbi keçib ona. Təpəmizdə tək gözümüzsən, ümidimiz pənahımızsan. İraq elə o qız özündən. Sənə də bir sədəməsi dəyər. Tərs oğul heç nə eşitmədi, məsləhətə yatmadı. Atasına acıqlanıb, anasına ağır söz deyib inadını yeritdi. Qaravəlli danışmayın mənə. Boş-boş sözlərlə baş beynimi aparmayın. Ya İncini bu evə gəlin gətirəcəksiniz, ya da mən adda oğlunuz yoxdur. Elə hesab eləyin ki, ölmüşəm. Sağ deyiləm, vəssalam. Ata-ana çıxılmaz vəziyyətdə qaldılar. Bilmədilər başqa nə bəhanə uydursunlar. Qardaş evindən bir dəfə suyu süzülmüş qayıtmışdılar. Ağızlarından vurulmuşdu. İkinci dəfə eyni dilə ilə o qapını necə açıydılar? Amma əlaclarını Allah kəsmişdi. İnad övlad ucbatından hər urvatsızlığa dözməyə məcbur idilər. Əmoğlu ilə əmi qızının kəbini göydə kəsilib, məsəlini özlərinə üst tutacığı eləyib bir də getdilər. İş ovandına düşdü. Taleydən tərs sillələr yemiş İnci fağırlayıb quzuya dönmüşdü. Daha daş atıb başının altını tutmadı. Fikirləşdi ki, qismətdən artıq yemək olmaz. Alın yazısını yazan görünür belə yazıb. Çabalamaq, çırpınmaqla deyil. Hər kəsin ilahidən öz payı var. Qoy hər nə olur olsun. Bu cəfaya da bir tər dözər. Tək ki, bütün söz-söhbətlər qurtarsın. Sən demə hissləri onu aldadırmış. Ürək istəmədiyi, gönül sevmədiyi bir adamla ömürgün sürmək. Hər gecə bir yastığa baş qoyub nəfəs-nəfəsə yatmaq çox ağır. Heç cürə dözülməz əzabmış. Bu əzaba bir həftə, bir ay, ən uzağı bir il tablamaq bəlkə də mümkündür. Ancaq ona bütöv bir ömür xərcləmək. Yox, bu müthiş bir işgəncə idi. İnci bunu ilk gündən anladı və içərdən gilə-gilə əridi. Xoşbəxtlikdən acınacaqlı vəziyyət uzun sürmədi. Tezliklə qoca ata dünyasını dəyişdi. İnci də ləngimədən boşanmaq yolunu seçdi. Bundan o yana bircə gündə onunla yaşaya bilməyəcəyini ərinə qəti dedi. Əmisi oğlu gec də olsa, bəzi həqiqətləri qanmışdı. Qadın ürəyinə zorla hakim kəsilməyin mümkünsüzlüyünü artıq dərk etmişdi. Qısa müddətli ər-arvadlıq həyatında İncidən bir zərrə mehribanlıq, xoş üz görməmişdi. Bir şirin söz eşitməmişdi. Ürək sıxan bu soyuqluğa, can dərdi dolanışığa nəhayət ki, o da bezdi. İncidən əl götürüb yenidən uzaq Sibirə yollandı. Ata yurdunu həmişəlik boş qoydu. İnci qazandığı azadlıqdan bəhrələnmədi. İllərlə çəkdiyi əzabların, istirab və sarsıntıların yeni-yeni illətləri meydana çıxdı. Gah ürəyi incitdi onu, gah mədəsi, gah qaraciyəri. Biri düzəməli sağalmamış, o biri sızıldayıb zoqquldadı. Vaxtının çoxu müalicə və müayinələrdə keçdi. Budur, indi də yolu bu şəfa ocağına düşmüşdü. Mənhus taleyi hərləyib, eldən elə dolandırıb onu ilk sevgilisi ilə görüşdürmüşdü. Nə istəyirdi bu yaratmaz tale ondan? Ürəkdə boyatmış hissləri, duyğuları təzələməkdə məqsədi, məramı nə idi? Onu cəfalara, zillətlərə salmaqdan usanmamışdı mı yoxsa? Qəribə idi, çox qəribə. Veys Veysəlzadə bugün çayxanada lövbər salmışdı. Hava günortadan sonra xeyli bulaşmışdı. Hardansa topa-topa buludlar peyda olub, orada-burada kömlaşmış. Sonra hərəkətə gələrək az bir müddətdə bütün səmanı bürümüşdü. Çox keçmədən zirvələrə qatı duman da qondu. Bu duman sürətlə aşağılara indi. Ətrafa yun kimi yayılıb, yal yamacı, axar-baxarları bir-bir gözdən itirdi. Hər yan bomboz heçliyə büründü. Sonra isə qum kimi xırda çiçəyə başladı. Narın damlalar, otlar, daş kəsəklər, kölküs yarpaqları üzərində ulduz-ulduz işardı. Xəstələr belə dəyişkən dağ iqliminə artıq alışmışdılar. Yaylar şıltaqlıqlarına bələd idilər. Yaxın təpələri duman bürüyən, hündürlərdən dərə aşağı çərmə yeriyən kimi, ya dağılışıb otaqlara doluşub, başlarını nərd, şahmat, domino oyunları, qaravəlli söhbətləri ilə qarışdırır, ya da əyinlərini qalınlaşdırıb palto, plaş, isti köynək geyib yol kənarındakı bu çayxanaya yığışırdılar. Çayxana insafən səliqə səhmanlı idi. Çayı da çox ətirli, içməli olurdu.
Burada əyləşib məxməri çay içə-içə dincəlmək, yoldan gəlib keçən qız gəlinlərə tamaşa etmək bəzi hal əhillərinə xüsusi ləzzət verirdi. Bir küncə dəstə bağlayıb şirin mırt vurmaq, əşdən köşdən danışıb məzələnmək, zarafatlaşmaq üçün də bura çox sərfəli yer idi. Şər qarışıb şam yeməyinin vaxtı çatana dək və ondan sonra da çayxana adamla aşıb daşırdı. Xüsusən də belə tutqun, çən-çərməli havalarda. Veysəlzadə də çayxanadan yan ötmürdü. Qulbeçələrindən hər gün eşitdiyi eyni yaltaq təriflərdən, şit mətnamələrdən kəkliyi azıb bezkəndə, yaxud da köllündən təzə məsxərə hədəfi seçmək keçəndə yolunu buraya salırdı. Keçib lap yuxarı başda. Hamının diqqət mərkəzində şəhanə qürurla əyləşir. Ayağını ayağının üstündən aşırıb, səndəl söykənəcəyinə dirsəylənir. Onu bunu gözaltı süzə-süzə çay içirdi. Bu sayaq ağır, səllimi oturuş, onun çayxanadan tez getməyəcəyinə, uzun sürən əyləncə məclisi quracağına işarə olurdu. Çayçılar dərhal əl-ayağa düşürdülər. Gətirib ortaya təp-təzə süfrə sərir, yaxşı çay dəmləyir, ayrıca samavar qaynadırdılar. Qulbeçələr də özlərini çəkib Veysəlzadənin sağ solunda vəzir-vüzəra kimi cərgələnirdilər. Şənlənmək, deyib gülüb vaxt keçirmək həvəskarları da 5-1, 3-1 gəlib qoşulurdular onlara. Dəstə get-gedə böyüyür, miqyasını genişləndirirdi. Bu mırt məclislərində məsxərə hədəfi ən əvvəl qulbeçələrin özləri olurdular. Neçə gün idi, şair oyundan çıxmışdı. Kababçıdakı höcələşmədən bəri Veysəlzadə onu itirib axtarmamışdı. Qəşəm qeyrətdən sonra məzə mərəkə baş qulbeçədən başlanırdı. Çünki şair kimi Mehrab da hövsələdən kəm idi, söz götürmürdü. Zarafatdan, atmacadan əlüstü cırnıyır, torbanın dibini silkirdi. Dolu sifəti, yoğun peysəri qıpqırmızı qızarır, əsəbi əl-qol hərəkətlərindən pərtliyi aşkar sezilirdi. Bundan Veysəlzadənin kefi lap durulurdu. Mehrabı küstürməmiş, möhkəmcə dilxor etməmiş, yaxasından əl çəkmirdi. Hamı otaqdan dağılıb gedəndə, ikisi qalanda isə şirin dilə, qılğa tutub könlünü alırdı. Mehrabın dönəlgəsi çox yaxın idi. Xəmiri dərhal sıyılırdı. Onların, yəni Mehrabla Veysəlzadənin tanışlıq tarixçəsi xeyli qabaqlardan idi. Veysəlzadə ucqar bir dağ rayonunda təzə-təzə prokuror işləyərkən mehribanlaşmışdılar. Mehrab özündən böyüklər, yüksək rütbəli adamlarla yaxınlaşmağı, ünsiyyət yaratmağı sevən adam idi. Rayon tikinti idarəsində baş mühəndis işləyirdi. Həm də fəal ictimaiyyətçi. Dilli dilavər olduğu üçün xalq məhkəməsinə iclasçı seçilmişdi. Veysəlzadə ilə də elə burada, məhkəmə iclaslarında tanış olmuş, biraz sonra dostlaşmışdılar. Veysəlzadə qanuni vəzifə müddətini qurtarıb ayrı rayona dəyişiləndə də Mehrab onunla əlaqəni kəsməmişdi. Böyük bayramlarda, uşaqların ad günlərində və ailə şənliklərində pay-ülüşlə adını anıb qapısını açmışdı. Veysəlzadə də bu mehribançılığa görə Mehrabı heç vaxt unutmurdu. Hara istirahətə getsə, Mehrabı da mütləq özü ilə aparırdı. Veysəlzadənin Mehrabdan xoşu gəlməyinin başqa bir mühüm cəhəti də vardı. Mehrab uşaq kimi üzü yolu idi. Qulluqda durmaqda, əl-ayaq işləri görməkdə səriştəsi yaxşı idi. Veysəlzadəni bir şeyə əl vurmağa qoymur, hər işi özü görürdü. Bunlardan əlavə də o məzə, mərəkə təşkilatçısı idi. Veysəlzadənin günü xoş keçməsi üçün nə lazımdı düzüb qoşurdu. Burada qulbeçələri də o tapıb Veysin başına yığmışdı ki, darıxmasın. İstirahəti qaydasınca olsun. Əslində qulbeçələri tapıb bir yerə yığmaq üçün xüsusi zəhmət çəkmək, böyük əmək sərf etmək lazım gəlməmişdi. Onların özləri şəhbə xeyir böyürdən çıxmışdılar. Bunlar müftə yeyib içmək, özgəsinin hesabına keyfi köyük, damağı çağ dolanmaq sövdəgərləri idilər. Pərvanə od ətrafına cormalaşan kimi prokurorun başına dəvətsiz filansız toplaşmışdılar. Zöhrab baytar həkim idi. Şahid ticarətdə işləyirdi. Zahid dəniz neft kəşfiyyatı idarəsində kargüzar çalışırdı. Əbu isə, necə deyərlər, incəsirət mücahidi sayılırdı. Filarmoniyanın xor kapellasında 3 badam bir qoz deyənlərdəndir. Ancaq özünü hər yerdə kapellanın solisti kimi qələmə verirdi. Burada da cənabını müqtədir müğənni tək təqdim etmişdi. Yeri gələndə Veysəlzadə bildiyi, bacardığı köhnə, çeynənmiş xalq mahnılarından bir-iki ağız cillədə oxuyurdu. Öz aralarında məsxəriyə qoyulmaq növbəsi Mehrabdan ötəndə Əbunun quyruğu əldə qalırdı. Zöhrab səbri, təmkini ilə xətanı özündən sovuşdururdu. Şahid bicliklə, hiylə-kələklə sudan quru çıxırdı.
Zahid qaradinməz dururdu. Yoldaşlarının heç kəsi sancmır, heç kimə sataşmırdı. Buna görə də ona çox bənd olmurdular. Əbunu dolamağa, ələ salıb gülməyə, xüsusi fənd işlətmək, baş sındırıb bir şey uydurmaq gərək deyildi. Təlik quzu kimi təliyə özü düşürdü. Nazik, cici səsi, yüngül hərəkətləri onu daima gülüşə hədəf qoyurdu. Yaraşıqsız, yer yöndəmi, armud boğazı. 3 gündən bir rənglədiyi qız saçına bənzər uzun saçları qıdıqsız adamın da qıdığını tuttururdu. Şəfa ocağına təzə gəldikləri vaxt lotlardan hansısa onun saç boyağını oğurlayıb ağlagəlməz bir yerdə gizlətmişdi. Əbunun gül camalını əməllicə xələldar etmişdi. Alatala, dəmgil-dümgül saçlarla camaat içinə bir neçə gün çıxa bilməmişdi. Yeməkxanaya da məcbur olub ya başı sarıqlı, ya da qaşlarının üstünə qədər basılmış yassar kepqa ilə getmişdi. Əhvalatdan xəbəri olanlar da, olmayanlar da bu qəribə görkəmə qəşq edincə oğunmuşdular. Lotlar düz bir həftə onu ləl edib, diz çöktürüb, ilan dili çıxartdırıb yalvartırdıqdan sonra boyanı özünə qaytarmışdılar. Bəs Veysəlzadənin özü? Hə, bu barədə biraz sonra. Veysəlzadə bir aşağı baxdı, bir yuxarı. Çayxanada şəbədə etmək üçün girəvəsinə gərəkli adam keçmədi. Könülsüz bir stəkan çay hortladıb getməyə hazırlaşan anda Əbu ucadan və sevincək ciyillədi. Şair gəlir, gözünüz aydın. Veysəlzadənin üstündən sanki dağ götürüldü. Məsxərə hədəfi öz ayağı ilə təşrif buyururdu. Bu dəfə lap cin atına mindirib, bağrını yarmamış əl çəkməyəcəm ondan. Qırışmal çox baş aparır. Gözünü yumub mundar ağzını açıb həddini aşır. İndi dərsini bir dəfəlik verəcəm. Qoy ömrü billah unutmasın, deyə düşünüb qulbeçələrinə ciddi tapşırdı. Sizin işiniz olmasın, sakit durun. Pişiyini ağaca gərək bala-bala dırmaşdıraq. Elə günə salaq ki, əlindən it əpbəyə qapsın. Qəşəmqeyrət çayxanaya ağır qaşqabaqla daxil oldu. Astadan salam verib, ayaq tərəfdən əyləşdi. Çayçıdan dilucu çay istədi. Veysəlzadə döyüşə hazırlaşan xoruz sayağı döşünü qabartdı. Rişxəndçil təbəssümlə, sataşqanlıqla onu yaxına dəvət etdi. Şair lələ, orada niyə oturdun? Keç yuxarı başa. Gəl yanımda oç elə. Qulbeçələr ona astadan züy tutdular. Atmacalı dodaqaltı mızıltı ilə bir-birini ötürdülər. Zati alilərin yeri həmişə yuxarı başladı. Möhtərəm şəxs uca yerdə oturmalıdır. Şairə ehtiram və hörmət hər zaman var. Şairdir bizim düşünən beynimiz, görən gözümüz. Fatihlər ölkələr qəsb edirlər. Şairlərsə milyon könülləri zəbt edirlər. Qəşəmqeyrət dinib heç kəsə cavab vermədi. Başını biraz da aşağı salıb sustu. Veysəlzadə şairə matmat, dərin təəccüblə baxdı. Həmişə adi bir sözdən, atmacadan qov kimi alışan Qəşəmqeyrətə bugün nə olmuşdu? Nəcib belə sakit, fağır hal oturmuşdu. Ondan çıxmayan iş. Veysəlzadə kinayəli təbəssümlə, şair qağanın keyfinə soğan çərtilib, özünə heç oxşamır, deyib çayxana məchkunlarına bir nəzər fırlatdı. Qəşəmqeyrətə açıq sataşdı. Mənə bax, mısmırığını nə yaman sallamısan? Yoxsa ehtiyatlanırsan ki, o gün kababçıda sənə boyun olduğum şeiri elə burada, bu camaat içində oxuyub adını dəyişməyə tələb eləyəcəm. Yox, qorxma, mən elə namərdliyi eləmərəm. Nə olsa öz aramızda. Xudmani məclisimizdə olacaq. Mən boyun olduğum işi mütləq yerinə yetirirəm. Adını dəyişməyini lap yəqin dəyişəcəm. Buna 100% arxayın ol. Buradan gedəndə qəşəm yox, sənə daha çox yaraşan bir adla yollanacaqsan şair yoldaşlarının yanına. Hələlik döşümə yatan bir ad tapanmamışam. Ona görə də sənin şərəfinə qoşduğum şeiri oxumağı təxirə salıram. 2-3 günə Allah qoysa, ad qoyma mərasimi düzəldərik. Qəşəmqeyrət buna da cırnamadı. Laqeydliklə əlini yellədib, ixtiyar sahibisən. Hər nə əski yad istəyirsən tap, dedi. Mən özümə də, adıma da indən belə nifrət eləyirəm. Veysəlzadə eşitdiklərinə mat qaldı. Ancaq dodaqlarından rişxən təbəssümü silinmədi. Sənə quzu kəsim şair. De görək nə olub? Adına niyə nifrət eləyirsən? Sən axı həmişə çox razı idin özündən. Yeri bəyənməyib göylə əlləşirdin. Qəşəmqeyrət dərindən ah çəkdi. Olur da qardaş, belə də olur, dedi. Yazıqlayıb lap bürüşdü. Səsi çox həzin və ahəstə çıxdı. Yarandığıma, insan adı daşıdığıma peşmanım. Fələk mənim yerimə adi bir daş parçası yaratsaydı, yenə bir şeyə məsrəf olardı. Nəyəsə yarayardı. Məndən nə hasil? Şahid irişdi.
Səndən o hasil ki, əzizimiz şair, sən olmasan, qızlar, gəlinlər qara giyər. Bu ulu dağlar yasa batar. Axı sənsən gözəl kəlamlarınla onları vəsf edib yaşadan. O biri qulbeçələr ağızlarını bir-birinə yaxın tutub xorla pıqqıllaşdılar. Qəşəm qeyrətin tükü də tərpənmədi. Eyni yazıqlıqla. Gülün, dedi. Lağa, məsxəriyə qoyun. Söyün, tüpürün cəmdəyimə. Mən layiqəm buna. Çünki gərəksiz, lazımsız bir adamam. Bu cəmiyyətdə yerim yoxdur mənim. Artıqam. Ortaya qəfil sükut çöktü. Heç kəs nəfəs çəkmədi. Çayxanadakılar da, qulbeçələr də heyrətlə gözlərini döydülər. Bu nə məsələ idi? Şair nə danışırdı? Çaşbaş qalıb şefdən işarə umdular. Veysəlzadə tam ciddiyyətlə. Doğrudan bu nə məsələdir? Nə olub sənə? Soruşdu. Bugün insan qəddinə düşübsən. Gün hayanla doğub. Qəşəm qeyrət köks ötürərək. Əksinə, dedi. Əvvəllər insanlıqda azdan çoxdan mənim də payım vardı. İndi məhrumam hər şeydən. Murazım həmişəlik gözümdə qalıb. Axı nə səbəbə? Veysalzadə qaşlarını sıx-sıx çatdı. Diqqəti şairin sağ əlində əyləndi. Ovucundakı o kağız nədir? Teleqrama oxşayır. Qəşəm qeyrət ani təşviş keçirdi. Sevgilisindən aldığı teleqramı tələm-tələsik şalvar cibinə soxdu. Əhvalı daha da pozuldu. Veysalzadə biraz da ciddiləşdi. Həqiqi canyananlıqla xəbər aldı. Bəlkə bir xoşagəlməz hadisə var? Hə, Qəşəm qeyrət udqundu. Səriyən dodaqları güclə söz tutdu. Hadisə var. Məsələn, nə üz verib? Bizə demək olmaz? Qəşəm qeyrət sustu. Veysalzadə birdən-birə qulbeçələrinin gözləmədiyi halda başqa təbə düşdü. Üz gözündən rişxən təbəssümü büsbütün silindi. Dalğın-dalğın. Həyatın amansızlıqları çoxdur, dedi. Hər pislik olur bu dünyada. O xəyallanmış nəzərlərini uzaqlara zillədi. Qarşısındakı kiçik masanın künclərindən hər iki əli ilə yapışıb gövdəsini geriyə verdi və aram-aram davam etdi. Neçə dəfə cəhd eləmişəm. Ürəyimdən keçirmişəm ki, sizinlə, yəni burada məni dinləyənlər, söhbətlərimə maraq göstərənlərlə açıq danışım. Öz həyat tarixçəmi, kim və nə məzhəb sahibi olduğumu necə var eləcə söyləyim. Ancaq hər dəfə ortaya bir məxləs çıxıb, boş laqqıltılarla vaxt keçirmişik. Veysalzadə sözünü kəsib, ətrafdakılara inci-inci göz gəzdirdi. Səsində məzəmmət ahəngi bəlləndi. Amma öz aramızdır. Heç birinizdə kişilik təpəri çatıb, məni bərkə salmazdı. Yarım aydan çoxdur bir yerdəyik. İstirahət müddətimizin qurtarmağına bir həftə qalıb. Bu müddətdə bir nəfəriniz qabağa durub soruşmadı ki, ay belə filan, hamiyə qulq qoyub çataşırsan, lağa məsxəriyə qoyursan, bir də görək sən özün kimsən axı? Nə olsun ki, rayon prokurorsan? Bəs adamlığın, insanlığın nədən ibarətdir? Bu dünya hadisələrinə, siyasi, ictimai məsələlərə münasibətin necədir? Mehrab irsiz yaltaqlıqla, sizin hər şeyə fərdi münasibətiniz və yalnız özünüzə məxsus fikriniz olduğu hamımıza məlumdur. Veys qağa, onu görə də soruşmuruq, dedi. Veysalzadə onun sözünü saymadı. İkrah tərsdə. Mən ayrı mətləbdən danışıram. Söhbəti ucuzlaşdırma, deyib Mehrabı pərt etdi. Oturuş tərzini dəyişib, kənar adamlara üst tutdu. Məsəl üçün götürək elə bu qəşəm müəllimə, şair qardaşımıza mənim münasibətimi. Özünüz şahidsiniz ki, tanışlığımızdan bəri mən birinci dəfədə ona hörmət əlaməti olaraq müəllim deyirəm. Niyə görə? Ona görə ki, qəşəm müəllimin ürəyini elə indi oxudum. Onun daxilinə bu anlarda nüfuz eləyə bildim. İndiyə qədər mən ona qəsdən sataşırdım. Cırnatmaqdan, əsəbləşdirməkdən ləzzət alırdım. Təkcə ona görə yox ki, zarafat götürmür. Özündən tez çıxır. Bizimlə qəliz danışır. Xeyr, başlıca səbəb tamam ayrı şeydir. Mənim müasir şairlərdən ümumiyyətlə xoşum gəlmir. Onların çoxu yaltaq, məddah, bir neçə sifəti olan adamlardır. Mənəvi bütövlükləri, mənlikləri yoxdur. Hansı yüksək vəzifəli şəxsdən işləri keçir, gözlərini yumub, ağızlarını açıb ona tərif yaxdırırlar. Həmən yüksək vəzifəli şəxs vəzifədən gedəndə, yerinə başqası gələndə isə, çevirirlər nağaranın obrüsünü. Veysalzadə ayağa qalxıb, asta addımlarla şairin əyləşdiyi yerə yaxınlaşdı. Onun böyründə özünə yer eləyib, qolunu qəşəmin boynuna saldı. Bir-iki dəqiqə sustu. Qulbeçələr bunu şairə növbəti sataşmaq kimi anladılar. Himcim eləyib bir ağızdan banlaşdılar.
İpi qırıq şairlərə ar olsun. Veysəlzadə onları gözünə ağartdı. Bəsdir, daha qurtarın bu irsizliyi, dedi. Ürək bulandırmayın. Qulbeçələr mat-mətəl qaldılar. Şefə nə olmuşdu? O həqiqətənmi şairə tərəf dururdu? Yoxsa bu da bir məsxərə üsulu idi? Arxasında yeni hiylə gizlədirdi. Veysəlzadə zəhmli görkəm alıb qulbeçələrinə rəsmən bozardı. Hər şeyin öz həddi, sərhəddi var, dedi. Həddi aşmaq tərbiyəsizlikdir. Sakit olun. Aman verin, adam söhbət eləyək.